Lənkəranda ayrı-ayrı yerlərdə yol nəqliyyat hadisələri baş verib. Ümumilikdə 10 nəfər xəsarət alıb. Axşam saatlarında baş verən qəzalardan biri rayonun Gərmətük qəsəbəsində, digəri isə şəhərin Heydər Əliyev prospektində Azriba deyilən ərazidə qeydə alınıb. Toyota RAV4, Lada Granada, VAZ-2106, Nissan və Mercedes markalı sərnişin mikroavtobusunun iştirakı ilə baş verən qəzada ikisi azyaşlı olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan şəxslər Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Xəstəxanadan verilən məlumata görə 10 nəfərdən 5-i bir ailənin üzvləridir və onlar rayonun Vələdi kənd sakinləridir. Xəsarət alanlar 25 yaşlı Asim Nəcəfov, 21 yaşlı Elnaz Nəcəfova, 22 yaşlı Ağa Nəcəfov, 9 yaşlı Zəhra Nəcəfova, 1 yaşlı Rüqəyyə Nəcəfova, 48 yaşlı Rahid Əskərovdur. Digər qəzada isə Masallı rayon Sığıncaq kənd sakinləri 21 yaşlı Ramilə Rüstəmova, 20 yaşlı Mənsurə Zahidova, Həsənli kənd sakini 21 yaşlı Zeynalabdin Əliyev və Bədəlan kənd sakini 31 yaşlı Murad Əzizov xəsarət alıblar. Yaralıların ümumi vəziyyətləri orta ağır qiymətləndirilir. 10 nəfər, 5-i kişi, 3-ü qadın, ikisi azyaşlı olmaqla bədənin müxtəlif dərəcələri travması diaqnozları Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, müalicələri təcili yardım şöbəsində davam etdirilir. Faktlarla bağlı araşdırma aparılır.